Bəli, Şimali Atlantika Alyansının daxilində hazırda Ukraynaya maliyyə və hərbi yardımlarla bağlı ciddi və gərgin müzakirələr gedir. NATO'nun baş katibi Mark Rutte alyans daxilindəki fikir ayrılıqlarını tənzimləməyə və Kiyevə olan dəstəyi daha sabit, daha proqnozlaşdırıla bilən etməyə çalışır. Bunun üçün o müttəfiqlərə yeni və kifayət qədər iddialı bir plan təklif edib. Rutte'nin təklifinə əsasən üzv ölkələr öz ümumi daxili məhsullarının 0,25%-ni hərbi məqsədlər üçün Kiyevə ayırmalıdırlar. Əgər bütün müttəfiqlər bu ideyanı bəyənsələr və qəbul etsələr, Ukraynaya verilən illik yardımların həcmi düz 3 dəfə artacaq. Bu isə təxminən 143 milyard dollar deməkdir. Müqayisə üçün qeyd edim ki, ötən il Ukrayna öz müttəfiqlərindən cəmi 45 milyard dollar həcmində hərbi yardım almışdı. Lakin bu təklif daha dərhal böyük deməli müqavimətlə qarşılandı. Fransa və Böyük Britaniya kimi ölkələr bu ideyaya qarşı çıxırlar. Burada əsas problem maliyyə yükünün alyans üzvləri arasında qeyri-bərabər bölünməsidir. Baltik, Skandinaviya ölkələri və Polşa hərbi yardımlara öz ümumi daxili məhsullarının daha böyük faizini xərcləyirlər. Qərbi və Cənubi Avropanın böyük dövlətləri isə bu prosesdə hələ də bir qədər geri qalırlar. Vəziyyət xüsusilə Donald Trump'ın Amerika yardımını faktiki olaraq dayandırmasından sonra daha da mürəkkəbləşib. İndi bütün əsas maliyyə yükü məhz Avropa ölkələrinin üzərinə düşür. Hazırda tərəflər bir kompromis axtarışındadırlar. Bu gərgin məsələ iyulun 7 və 8-də Ankarada keçiriləcək NATO sammitinin əsas mövzusu olacaq. Xarici İşlər Nazirlərinin isə bu detalları artıq gələn həftə İsveçdə müzakirə edəcəyi gözlənilir. Kiyev bu sammitdən real pul, silah və ciddi siyasi təminat gözləyir. Lakin Rutte'nin bu kəskin parçalanmanı necə aradan qaldıracağı hələ də böyük bir sual olaraq qalır.